Hər vaxtınız xeyir olsun. Bugün sizinlə şəkil üzərindən mətn qurmağın 4-cü dərsindəyik. Bugünkü dərsimizdə yenə 3 şəklimiz var. Şəklə diqqət edirik. Baxırıq, oğlan var, əlində kərpələng. Hər 3 şəkildə fərqli-fərqli təsvirlər verilib bizə. Həmin 3 şəklə aid balaca bir mətn qururuq. Gəlin mətni əvvəlcə Azərbaycan dilində oxuyaq, şəklə baxaraq oxuyaq. Gözəl, küləkli bir yaz günü idi. Jack çərpələng uçurtmağa qərar verdi. O, çərpələngi ehtiyatla havaya qaldırdı. Lakin birdən çərpələng uzun palma ağacına ilişdi. Jack məyus oldu. Lakin yenidən cəhd edərək çərpələngi uçurtmağa davam etdi. Bu bizim Azərbaycan dilində olan balaca mətnimizdir. Gəlin mətnimizi hissə-hissə ingilis dilinə tərcümə edək. Və aşağıda mətndə olan və şəkildə olan isimlər, sifətlər, feillər, zərflər sizin üçün qeyd olunub, bilmədiklərinizi yazıb öyrənə bilərsiniz. Başlayaq ilk cümlədən. Gözəl, küləkli bir yaz günü idi. Baxın, yaz günü idi. Ümumi mətni yenə keçmiş zamanda verəcəyik. It was, gözəl, beautiful, virgül, küləkli, windy, wind küləkdir, var şəkilsə artırılıb, windy küləkli, yay günü idi. It was a beautiful, windy summer day. Jack çərpələng uçurtmağa qərar verdi. Kim? Jack. Jack nəyə qərar verdi? Çərpələng uçurtmağa. Demək, buradakı qərar vermək xəbərimizdir, Jack mübtədamızdır. Mübtədanı gətirib qoyuruq cümlənin əvvəlində Jack. Qərar vermək xəbərini ingilis dilində öyrəndiyimizə görə bilirik ki, bu decide'dır. Cümləyə uyğun keçmiş zamanda verməliyik. Decide did. Nəyə qərar verdi? Çərpələng uçurtmağa. İki feil arasında to istifadə olunduğuna görə decided to fly, uçurtmaq. Nəyi? Çərpələngi a kite. O, çərpələngi ehtiyatla havaya qaldırdı. Demək, o mübtədanı qoyuruq qaldırmaq feilinə. Bizim feilimizdir. Ehtiyatla da ona aid olan zərfdir. Yəni, onun yanında gəlməlidir. He, carefully, lift, qalxmaq, qaldırmaq mənasını ifadə edir. O, he carefully lifted, nəyi qaldırdı? Tamamlığı qoyuruq yanına. The kite, çərpələngi. Hara qaldırdı? Into the air, havaya qaldırdı. He carefully lifted the kite into the air. Lakin birdən çərpələng uzun palma ağacına ilişdi. Lakin, however, birdən, suddenly, qəfildən birdən. Baxın, əsas cümlə budur. Çərpələng uzun palma ağacına ilişdi. Nə ilişdi? Çərpələng. Nə etdi? İlişdi. Mübtədanı qoyuruq. Sonra yenə yanında xəbəri qoyuruq. Sonra digər cümlə üzvlərini. The kite, çərpələng. Got stuck. Get stuck. Ümumiyyətlə, stuck ilişmək deməkdir. Stick feilindən bilirsiniz, onun keçmiş zaman forması. The kite got stuck in a tall palm tree. Lakin birdən çərpələng uzun palma ağacına ilişdi. In a tall palm tree, yəni ki, hündür bir, uzun deyən hündür mənasını ifadə edir. Hündür palma ağacına ilişdi. Jack məyus oldu. Baxın, qısa cümlədir. Jack was disappointed. Disappointed. Lakin yenidən cəhd edərək çərpələngi uçurtmağa davam etdi. Biraz uzun cümlə vermişəm burada. Lakin, however, eyni sözləri bir neçə dəfə istifadə edirəm ki, sizin də yadınızda qalsın. Ən azından bununla lüğət bazanızı zənginləşdirəsiniz. Lakin, however, yenidən cəhd edərək çərpələngi uçurtmağa davam etdi. After a moment, yəni bir neçə dəqiqədə, he tried again. Baxın, o yenidən cəhd etdi. He tried again. O yenidən cəhd etdi və continued flying the kite. Continue davam etmək deməkdir. Continued davam etdi. Nəyə davam etdi? Çərpələngi uçurtmağa. Flying the kite. Kite çərpələng, fly uçurtmaqdır. Flying oldu uçuldurulması, uçurtmağa davam etdi. Bu hadisə ona daha diqqətli olmağa öyrətdi. Deməli, bu hadisə öyrətdi xəbər. Mübtəda xəbər. This event taught, öyrətdi. Kimə? Ona öyrətdi. Nəyə öyrətdi? Daha diqqətli olmaq. Bax, olmaq to be, daha diqqətli. More careful. Bu oldu bizim birinci cümləmizin, birinci mətnimizin daha doğrusu ingilis dilində verilmiş forması. İkinci aşağı hissədə isə sizin üçün nisbətən daha çətin bir mətn verilib. Bir gün evin ən nadinci oğlan Nahid çərpələngini palma ağacının yaxınlığında uçurtmağa qərar verdi. O qaçaraq çərpələngi havaya qaldırdı.
Birdən güclü bir külək çərpələngi ağaca vurdu və o budaqlara ilişdi. Nahid ipi çəkdi, amma hərəkət etmədi. Düşünərək uzun bir çubuq tapdı və çərpələngi azad etməyə çalışdı. Bir neçə cəhddən sonra çərpələng yerə düşdü. Nahid gülümsədi, vacib bir dərs aldı. Heç vaxt çərpələngi ağacın yanında uçurtmam. Bu mətnimiz digərlərinə nisbətən daha çətindir, daha mürəkkəb cümlələr və sözlər var burada. Sizdən bunu öyrənmək tələb olunmur uşaqlar. Yuxarıdakı mətni yazsaz kifayətdir. Sadəcə daha yaxşı yazmaq istəyən, öz biliklərindən daha çox arxain olan və daha gözəlini etmək istəyən uşaqlar üçün hazırlanıb ki, istəyən olsa yazıb öyrənib yararlana bilər. Allah amanda qalın, uğurlar.